İsrailin İranın nüvə və hərbi infrastrukturuna qarşı həyata keçirdiyi yüksələn Şir əməliyyatı yaxın şərqdə onsuz da kövrək olan güc balansını daha da sarsıtdı. Təkcə hərbi deyil, həm də sosial-siyasi baxımdan dərin nəticələr doğuran bu hücumlar fonunda diqqətlər getdikcə İran daxilindəki qeyri-dövlət aktorlarına, xüsusilə də Kürd siyasi və hərbi təşkilatlarına yönəlir. Lakin gözləntilərin əksinə Kürd silahlı qrupları hələlik bu prosesə açıq şəkildə qoşulmayıb. Bu səssizliyin arxasında nə dayanır? Gəlin birgə araşdıraq. Əziz tamaşaçılar, hərbi xronikaya baxırsınız. Sizinlə mən Fərdin İsazadə. Hər vaxtınız xeyir olsun. Əldə etdiyimiz dəqiq məlumatlara əsasən İraq Kürdistanını idarə edən iki əsas siyasi ailə, Bərzani və Tələbani nəslinin nümayəndələri İran Kürdistanı uğrunda mübarizə aparan İran Kürdistanı Demokratik Partiyası, qısa olaraq PDKI və Kürdistan Azadlıq Partiyası, qısa olaraq PAK peşmərgələrini, eləcə də İran Kürdistanının İnqilabçı Zəhmətkeşləri Cəmiyyəti, qısa olaraq Komelə qüvvələrini Şimali İraqın Bradost bölgəsində yerləşən Kelaşin dağlarına geri çəkiblər. Bu, ilk dəfə olaraq məhz bizim tərəfimizdən yayımlanan və xüsusi mənbəyə əsaslanan eksklüziv məlumatdır. İranın Sepah qüvvələrinin İraq və İraq Kürdistanı bölgəsindəki əməliyyatlarını koordinasiya edən Ramazan qərərgahının, habelə Kürdistan Ostanına nəzarət edən Kirmanşah bazasının darmadağın edilməsinə rəğmən Kürd təşkilatlarının hərəkətsiz qalması diqqət çəkir. İran Kürdistanı uğrunda mübarizə aparan bu təşkilatlara verilən geri çəkilmə əmri təkcə operativ deyil, həm də strateji və diplomatik aspektdən qiymətləndirilməlidir. Əvvəlcə İran kürdlərinin sosioloji quruluşuna nəzər salaq. Kürdistan, Loristan, İlam, Kirmanşah və Qərbi Azərbaycan ostanlarında yaşayan kürdlərin təxminən 75%-i Bərzani və Tələbani xəttinə yaxın sayılır. Bu da onların əsasən PDKI, PAK və Komelə kimi təşkilatların qərar və mövqeylərini dəstəklədiklərini göstərir. Hazırda isə qeyd olunan bu təşkilatlar açıq hərbi və siyasi aktivlik nümayiş etdirmədən passiv gözləmə mövqeyində qalırlar. İkincisi, Kürd qüvvələrinin geri çəkilməsi və passiv mövqe tutması 1980 və 88-ci illərdə İran-İraq müharibəsində yaşanmış travmatik təcrübənin birbaşa nəticəsi kimi qiymətləndirilə bilər. Həmin dövrdə İran müəyyən müddət ərzində Kürd silahlı dəstələrinə dəstək versə də, sonradan bu dəstəyi kəsmiş və onları Səddam Hüseynin sərt təzyiqləri qarşısında tək qoymuşdu. Bu hadisə Kürd siyasi təşkilatlarının yaddaşında dərin iz buraxıb. Məhz həmin ssenarinin yenidən, bu dəfə İsrailin müəyyən mərhələdən sonra Kürdləri İran qarşısında tək buraxması şəklində təkrarlanmasından ehtiyat edən Bərzani və Tələbani ailələri mövcud geosiyasi şəraitdə silahlı dəstələrin döyüşlərə başlamasına müsbət yanaşmır. Üçüncü mühüm amil isə son aylarda İraq Kürdistan regional hökuməti ilə İran arasında formalaşan balansdır. Neşrivan Bərzaninin Tehrana səfəri və eyni vaxtda Məsrur Bərzaninin ABŞ-də diplomatik danışıqlarda iştirakı İraq kürdlərinin həm Tehran, həm də Vaşinqtonla münasibətləri paralel şəkildə qorumağa çalışdığını göstərir. Bu, mövcud neytrallığın diplomatik əsaslarını izah edən əsas elementlərdən biridir. Qeyd etmək lazımdır ki, İran Kürdistanı uğrunda mübarizə aparan əsas təşkilatların, PDKI, PAK və Komelerin qərərgahları məhz İraq ərazisində, konkret olaraq Ərbil və Süleymaniyyə şəhərlərində yerləşir. Bu isə o deməkdir ki, adı çəkilən silahlı qrupların hərbi əməliyyatlara başlaması üçün İraq Kürdistan regional hökumətinin razılığı və ya ən azı səssiz razılaşması zəruridir. Ümumilikdə, İran daxilində ciddi hərbi infrastrukturun zərər görməsinə baxmayaraq, hələlik heç bir geniş miqyaslı Kürd üsyanı müşahidə olunmur.
Bunun əsas səbəblərindən biri isə İranın hərbi sisteminin hələ də fəaliyyət qabiliyyətini qoruyub saxlaması və regionda real güc mövcudluğunu davam etdirməsidir. Digər tərəfdən isə Kürd silahlı qrupları mümkün aktivləşmə ssenarisi fonunda gələcək siyasi proseslərdə tortdan pay almaq üçün mövqe hazırlığına başlayıblar. Bu kontekstdə həm PAK lideri Hüseyn Yezdanpanə, həm də PJAK-ın tanınmış simaları Peyman Biyan və Zegrus Enderyari bir-birindən müstəqil şəkildə bəyanatlarla çıxış ediblər. PAK lideri Yezdanpanə Kürd gənclərini silahlı mübarizəyə səsləyib və İsrailin son əməliyyatlarını açıq şəkildə dəstəklədiyini bildirib. PJAK rəhbərliyi isə çıxışlarında bölgədə demokratik transformasiyanı və yerli özünü idarə modelini yeganə çıxış yolu kimi təqdim edib. Əldə etdiyimiz məlumatlara əsasən Bradost bölgəsinə geri çəkilərkən PDK qüvvələri ilə illərdir həmin ərazidə mövqelənən PKK arasında müəyyən taktiki koordinasiya müşahidə edilir. Kəlaşın bölgəsində yerləşən qərargahına hərəkət zamanı PDK-yi PKK-nın Lolan və Kəlareş düşərgələrinin yerləşdiyi ərazilərdən keçməli olur. Bu keçidlərin qarşıdurmasız baş verməsi təşkilatlar arasında qeyri-rəsmi tolerantlıq mexanizminin mövcud olduğunu göstərir. Sonda vurğulamaq lazımdır ki, İran-İsrail qarşıdurması qısa müddətdə sona çatsa belə, İranın daxili sabitliyi yaxın perspektivdə də ciddi təhdid altında qalacaq. Bu reallıq regionda fəaliyyət göstərən bütün qeyri-dövlət aktorlarından, xüsusilə də Kürd siyasi və hərbi hərəkatlarından daha çevik, daha hazırlıqlı və daha yüksək səviyyədə koordinasiyalı davranış tələb edir. Xülasə, bu mərhələdə müşahidə olunan səssizlik, zəiflik yox, strateji iradənin ifadəsidir. Hərəkətsizlik, proseslərin axarını diqqətlə izləmək və ən münasib anda, ən uyğun mövqedə dayanmaq üçün düşünülmüş və hesablanmış taktiki qərardır. Bütün bunlar göstərir ki, Kürd siyasəti artıq peşəkar və çoxşaxəli strateji şuura sahib bir mərhələyə keçib. Hazırki qarşıdurmada isə şərtlər dəyişmədikcə, Kürd qüvvələrinin də mövqeyi dəyişməyəcək. Salamat qalın.